Pambıq kimi bəyaz və şüşə kimi tərtəmiz üz dərisinə sahib olmaq istəyirsinizsə, bu maskanı qaçırmayın. İlk öncə yarım stəkan düyünü yuyuruq. Üzərinə 1 stəkan su əlavə edib, yumşaq olana qədər bişiririk. Üzərinə yarım çay qaşığı soda, yarım çay qaşığı kərə yağı, 1 xörək qaşığı limon şirəsi və yarım stəkan süd əlavə edib, blender vasitəsilə krem halına gələnə qədər qarışdırırıq. Bu maskanı təmiz bir bankaya töküb, soyuducuda 1 ay və yaxud ay yarım saxlaya bilərsiniz. Hər gecə yatmamışdan öncə təmiz üzlərimizə çəkib, 45 dəqiqə saxladıqdan sonra yuyun. Bu maska üzdəki ləkələri açacaq və üzü tərtəmiz edəcəkdir. Bu düyü maskasından sonra üzünüzdəki dəyişikliyə özünüz də inana bilməyəcəksiniz. Üzünüzü şüşə kimi, hamar, pambıq kimi bəmbəyaz edən maska üçün bir qaba 2 yemək qaşığı düyü əlavə edib, üzərinə 1 stəkan su əlavə edirik və qazın üzərində tam həll bişənə qədər bişiririk. Daha sonra üzərinə 2 yemək qaşığı süd əlavə edib, blender vasitəsilə tam həll olana qədər qarışdırırıq. Alınan bu qarışımı buz qablarına töküb soyuducuda saxlayırıq. Hər gecə yatmamışdan öncə təmiz üzlərimizə çəkirik və üzümüzdə yarım saat saxlayıb yuyuruq. Koreyalı xanımların qüsursuz üzlərisinin sirri bu maskadadır. Yarım stəkan düyünün üzərinə 2 stəkan su əlavə edib, qapağını bağlayıb 4 saat saxlayırıq. 4 saatın sonunda düyünü suyu ilə birlikdə blender vasitəsilə tam həll olana qədər qarışdırırıq. Alınan bu qarışımı süzgəc vasitəsilə süzüb, suyunu qazın üzərinə qoyub 5-10 dəqiqə qatlaşana qədər bişiririk. Bişib qatlaşan bu qarışımı bir bankaya töküb, hər gecə yatmadan öncə təmiz üzlərimizə çəkib 20 dəqiqə saxladıqdan sonra yuyuruq. Koreyalı xanımların gözəllik sirri olan düyü maskasının reseptini sizlərlə paylaşacağım. Bunun üçün bir qaba 2 çay qaşığı düyü unu və 3 çay qaşığı süd əlavə edib, tam həll olana qədər qarışdırın. Alınan bu maskanı təmiz üzlərinizə çəkin, 20-25 dəqiqə saxlayıb yuyun. Maskanı həftədə 1 və yaxud 2 dəfə etməyiniz kifayətdir.